Pərverdigara, bu necə əsrdir, bu necə zamandır. Nə at çapmağa qiymətin, nə tüfəng atmağa hörmətin var. Sabahdan axşama dək, axşamdan sabah dək, arvad kimi oturmuşam alaçısının içində. Keçən dövrlər, keçən əsrlər, həftədə bir dəfə ordu yarmaq, ayda bir dəfə tüfəng çıxartmaq olurdu. İndi bunu etmək olmur. Amma o Qızılbaş Osmanlı döyüşü ki, Qarabağı tamam qızıl gümüşə boyamışdı. Mənim atam Qurban bəydir. O heç kəsə baş əyməyib. Mən də Qurban bəyin oğlu Heydər bəyəm. Mən də heç kəsə baş əyməyəcəyəm. Heydər bəy, sənin sözlərindən nə fayda? Hər kəs nə deyir desin. Axı bu dünyada oğurluq etməyib, at çapmayandan sonra yaşamağın nə faydası var? Baş baxmış əskər məyərdi qardı. Odur, gəlir. Salam Səfər bəy, salam Heydər bəy. Heydər bəy, mən də hazıram. Gedirsiniz, bismillah yola düşək. Niyə bəlkəm gün və fikirli görmürsən? Ay kişi, bilmirəm hansısa ağızdağını mənə naçanika xəbər verir. Mahalı gəzməyə çıxmış imiş. Obanın qırağından mənə çağırıb deyir ki, Heydər bəy, oğurluğa, quldurluğa getməyəsən ha. Heydər bəy, yəni acımızdan ölək? Əlbəttə, güya Qarabağın bütün dağda olub oğurlusunun hamısını Heydər bəy edir. Ay kişi, bu əl çəkə, ölkə lap qaraqat olar. Lap dağda olub oğurlusu da bizə çətin gəlir. Heydər bəy, tamam Qarabağ bilir ki, o qızın atası anası sənə verir. Bilmirəm götürüb qaçırmağın səbəbi nədir? Əskər bəy, səbəb odur ki, pul tapmıram. Ondan ötürü Səfər bəy deyib ki, götür qaç, toy xərci aralıqda etsin. Amma götürüb qaçsam deyəcəklər ki, Heydər bəyin, Qurban bəyin oğlu Heydər bəy pul tapmadı, nişanısını götürdü, qaçdı. Heydər bəy, mənim üçün fərqi yoxdur. 2 ildir ki, bir dənə qızı götürüb gətirə bilmirsən. Bu nədir? Mən sizə demişdim ki, əvvəl gəlin qızı qaçırdılar. İndi get özün ver. Heydər bəy, bu niyyətdən deyil. Mənə 15 gün möhlət ver, mən sənə toy xərci alıb verim. Ağıllı başlı toyla, adaqlığı gətir. Pulu haradan arzu edəcəksən? 15 günə kəbitə gedərik, qaçaq mal gətirərik, birə-bir qazanarıq, qazancı ilə toy edərsən. Əskər bəy, avazın yaxşı gəlir. Oxuduğun Quran olsa, güya Təbrizə müftəmal töküblər, biz də yığışdırıb gətirək. Əlbəttə, müftəmal hardaydı, pul ilə alarıq. Pulu haradan alacaq? Məgər mənim özümdə pul var, mən dediyim budur ki, Hacı Qara, Ağcabəddə dövlətli və sövdəgər kişidir. Pul götürərik, gedərik, mal gətirərik, pulunu rədd edərik, qazancı bizə qalar. Deyirlər Hacı Qara çox xəsisdir. O heç adama pul verər. Mən o özümdə tozlaşdırıb, özümdə şərik edə bilərəm. Tamatkar kişidir. Ondan ötürü bizə pul verər, öz dəvsinə gələr. Nə deyirəm, yaxşı. Əgər siz özünüzə güvənirsən, mən də razı. Amma gərək bir qızla görüşməliyəm, ona söz vermişəm. Çox ətər. Çox gözəl. Görüşərik ki, Hacı Qaranın yanına gələrsiniz. Gözləyirik. Allah! Görürsən yenə nə oldu gəlmədi? Gecə yarını ötüb, sabah indicə açılacaq. Biraz da gözləyim. Əgər gəlməsə, çarə yoxdur, gərək alaçığa qayıdım. Görürsən yenə hansı dəli qırılmışa rast gəldi. Mal qoyun oğurluğuna apardılar. Amma mənə söz verib ki, səni aparana qədər bir qızı oğurluğuna da getməyəcəm. İnşallah gecikməyinə başqa bir səbəb var. Əgər bu dəfə də onu görüb tanıyan olsa, gərək yenə də o qaçaq düşə, mənim də evdə günüm qara ola, dusta qalam. Nə fikirlər gəlir könlümə. Şıqqıltı gəlir. Sona xanım. Heydər bəy, sənsən? Mənəm. Yalqızsan, bəs yoldaşlarım hanı? Yoldaşlarım yoxdur, yalqız gəlmişəm. Bu nə sözdür deyirsən? Yalqız niyə gəlibsən? Atam da, qardaşlarım da alaçıqda yatıblar. Gəlib məni orada görməyib sənlərindən alacaqlar. Hələ sənə aparmağa gəlməmişəm, qorxma. Bu nə sözdür deyirsən? Necə yana aparmağa gəlməmişəm? Başqa məsləhət var, bir qulaq al. Heç məsləhət yoxdur. Mən daha burada dura bilmərəm. Gəl gedək, getmək vaxtıdır. Ay qızlarım, bir söz deyirəm. Sabah açılır, sözünü yolda deyərsən. Belə pul tapmışam. Ağıllı başlı elədəti ilə sənə toy edəcəm. Daha səni niyə götürüm qatım ki? Səni kəlimdən alan yoxdur. Yalan deyirsən. Pul tapan bu 2 ilə tapardı. Mən toy istəmirəm. Məyər ölkədə qoşulub qaçanların sayı azdır? Onlardan biri də mən. Ay canım, o qoşulub qaçanların atası nas vermir. Qızım da ərazi kəsilib, qoşulub qaçır. Sənin ki, atan-anan özləri sənə mənə verib. Daha götürüb qaçsam deməzlərmi ki, utanmaz, bu nə hərəkət idi etdin, bizi xalq arasında rüsvay etdin. Yaxşı, pulu haradan tapmışsan? Bir yerə otur, deyim haradan tapmışam. Hə, söylə görüm. Bilirsənmi ki, qaçaq mal necə bahadır, necə qazanclıdır? Qaçaq malı ilə nə alıb verəcəyim var? Mən ki, qaçaq mal satan deyiləm. Bilirsənmi ki, Təbrizdə frank qiyməti necə əzizdir? Nəyimə gərəkdir? Mən
firəng kitivlə nə alıb verəcəyim var? Mən qaçaq malçılığına getsəm, sövdəkarlarıma versəm, 2 ton xərci çıxar. Bərəkallah, elə bayaqdan hıqqıldana bunu deyəcəkdin. Mən də fikirləşirəm ki, oğlan pul tapıb məni el toyu ilə köçürəcək. Pul tapmışam, yalan demirəm. Pul tapmısan, toyunu elə köçür. Amma- Daha firəng malı ilə nə alıb verəcəyim var? Axı borc almışam, yarısı mən o şərtlə verib ki, qaçaq malçılığa gedəm. Yoxsa verməz ki, toy edim. Sabah açılır, dayanmaq vaxtı deyil. İstəmirəm, mən toy istəmirəm. Ay canım, deyək ki, toy istəmədim. Axı gərəkməzmi ki, biz bir qazanc yolumuz olar. Çörək istəməzsən, ha? Allah kərimdir, aç ki qalmayacağıq. Necə ac qalmayacaq? Deyirsən oğulluğa getmə, quldurluğa getmə. Bəs nə işdən yapışım? Bəs səni nəyə də saxlayım? 2 həftə apar məni evinə qoy. 2 həftədən sonra qaçaq mala gedərsən. Sonra 2 həftədə səbr et, vallah səni toyla aparacam. 2 həftə səbr etmək mənə cəhənnəm əzabından betərdir. Mən daha burada dura bilmərəm. Gəl gedək. Belə qadan alım, yalvarıram, ağrın alım. 2 həftədə səbr et, vallah səni toyla aparacam. Səni toyla aparmaq mənə ölümdən betər görür. Heydər bəy, görürəm ki, məndən yaman soyumsan. Sona xanım, bu nə sözdür, ürəyimi dağlama. Sənə! Ay, Heydər anam çağırır, mən daha burada dura bilmərəm. Ay qız, bəs mən nə edim? Daha məni görməzsən, anam çağırır, git. Sona, sözünü dəyiş. Yoxsa bu xərcəni çıxardıb, öldürürəm özümü. Yox, Allahı sevirsən, get qaçaq mala, qayıtdıqdan sonra toyunu edib köçürərsən. Bax qalamam, özü izin verdin ha. Ağlamam, özü izin verdin. Ay Allah, mən indi nə edəcəm? Haranın daşın salın başıma. Mən indi nə edim? Atam, qardaşlarım ağaçımda yatıblar. Məni orada görməyib gəlib axtaracaqlar. Sonra məni doğrayacaqlar. Ay Allah, mən nə edim? Ayağa ayaqqabını atdım, anam görməsin. Abi, Sona, haradasın? Ay Allah, buradayım, gəlirəm. Abi, çəkil, nə gəlirsən qədərmə? Ay Allah, gözünü saxalıymışlar. Gecə yanıma düşdü ki, xalça burada qalır. Gəldim götür bəyə. Ayaqqabımı tay sürüşlü düşdüm. İndi axtarıram, tapa bilmirəm. Ana, ayağım bir yerə basarmışsan, və sərdə düşdü. Elə burada da düşdü. Və səni burada düşüb düşsən ya. Burada tapdım. Siz hadi yerine gedək. Allah kəssin belə bazarı. Belə də alış-veriş olar. İt oğlu qədər kişilə verəni, əli quyruğuşun imiş. 3 aydır qalaya sifariş edib mal almışam. 5 top belə satmamışam. Evin dağılsın, tit satan. Kişilə verən, sənin görüm heç qazancına xeyir yeməyəsən. Ola bilsin, öləkdən qırılanların soğukasıdır. Getirdir mənim boğazıma. Bu dərd məni şəksiz öldürəcək. Düz indiyədək 100 manat zərərim var. İndi mən nə edəcəm? Başımı ayağının daşını salır. Salam aleyküm, hadi. Adadın ismi şərəfi nədir? Assalamu aleyküm. Naşını toplayacaqdır. Xeyr, mən soruşuram ki, məhrum atanızın adı nədir? Nəyinə lazımdır əzizim? Necə nə lazımdır? Axır bir seyircimi oxuyacaq, istəyirəm atanızın adına taşıyım. Çox razıyam. Yaxşı, bu xeyir iş sizin hardan xəyal şərfinizə düşdü? Necə hardan düşdü? Bugün səhərdən bizim evin qalanından keçən bədzadənizə özünüz buyurursunuz ki, atana deyib, bir cümlə sürəsi mənim atlamaq üçün. Gəlsin bir abbası verim. Mən? Necə? Nə danışırsan? Dəli olubsan? Hacı, hələ dəli olmağa bir səbəb yoxdur. Sən deyil, mən oğlumla mənə xəbər verir. Mən də Suranı oxumuşam. İndi bir abbası verməsən, bəlkə onda dəli olam. Ki, öz başına sənə nə lazım olmuşdu? Mənim atama Quran oxuyursan. Xeyr, mən öz başına oxumamışam. Sən demişsən, mən də oxumuşam. Mən heç vaxtda belə söz demərəm. Mən həmişə özüm atama Quran oxumuşam. Ancaq pul oxuduğum Quran yoxdur. Hacı, bir abbası nə olacaqdır ki, bu qədər danışırsan? Deməmiş olsan da bir abbası şəfqət edəcəkdim. Əzizin oğlum nişan var, nişan sənə deyil. Əzizim, oğlum yanlıqdır. Özgəsi demiş olar, get, axtar, tap, abbasını al. Mənim bu kasad bazarda bir şahı qazancım yoxdur. Bir abbasını sən hardan verim? İndi Allaha sevirsən, çıx get, şahımın qabağını kəsmə. Gəlay müştəri, gəlay müştəri. Assalamu aleyküm. Hacı belə sizin qazancasın, buyurun əyləşin. Xoş gəlmişsiniz, safa gətirdiniz. Bu dükan sizə peşkəşdir. Çubuq mu istəyirsiniz, qəlyan mı çəkirsiniz? Qəlyan çəkin. Bu saat qazanız mənə gəlsin. Hacı, bazar necədir? Alışveriş yaxşıdırmı? Yaxşıdır qadan alım. Özün bilirsən ki, mən bazara pis mal qoymaram. Həmişə qoyduğum malın xeyrini götürürəm. Getdim Kəbə Beytullah haqqı, Quran haqqı, Peyğəmbərə and olsun ki, çox rəvaz maldır. Alın, aparın. Əgər bir də bura güzarınız düşsə, belə mala heç vaxt rast gəlməzsiniz. Alın, aparın.
Nəyimizə gərəkdir hacı? Zəhmət çəkib dağıdıb tökmə. Necə nəyinizə gərəkdir? Bəs sövdə etməyəcəksiniz? Xeyr hacı, alışveriş üçün gəlməmişik. Başqa mətləbimiz var. Əgər nə pulunuz yoxdursa, inək yağı ilə sövdə edərəm. Bəşərti xalis inək yağı olar. Ay kişi, nə yağ? Yağ olsaydı özümüz yeyərdik. Nə inək yağı var, nə qoyun yağı. Qulaq as gör Əskər bəy nə deyir. İndi Allahı sevirsiniz, durun çıxın gedin, başqa bəxtələrsiniz. İndi dükanın qabağını kəsməyin. Hacı, bir çox vacib iş vardır. Alışveriş biraz sonra olsun. Axı biz səni deyib gəlmişik. Vallahi indi macalım yoxdur, billahi indi macalım yoxdur. Başqa bəxt danışarıq. Ay kişi, nə tavır adamsan? Bizi qanmayacaqsan ki. Başına qoyun, mən küstü qonduram. Mən sadəcə təvəqqə edirəm. Özünüz bilirsiniz ki, mən kasıb insanam. Mənim zərrimi istəməzsiniz axı. Əskər bəy də bizi yalan yanına gətirdi. Qalx gedək. Heydər bəy, sən Allah, sən dinmə. Hacı incimə, bir qəlyan ver çəkək, bu saat gedir. Oğlum ölsün ki, dəxi kilsədə təmbəkçi yoxdur. Axırı idi silkələyib doldurdum. Vallahi yoxdur. Hacı, doğru demişlər. Bir adamdan Allah alsa, bəndə vermək dövlət olmaz. Mən ki bilirəm, sən Ağcabəddə 3 aydır, 3 tot, çit gədək satmayırsan. Dəryan zərərin vardır. Biz gəlmişdik ki, 15 günə 100 manat xeyir verir. Bəxtin işləmədir, xudafir. Necə, bir dayanın, 15 günə 100 manat. Dəxi nə edək, sən ki bizə qulaq açmadın, bizə aşkara vurdu. Ay kişi, oturun aşağı, Allaha sevirsiniz. Cəhənnəm olsun alış-veriş, oturun aşağı. Mən bilsəydim ki, siz necəcəksiniz, sizə getdirməzdim. İndi ki belədir, oturaq deyək mətləbimiz nədir? İndi qadan alıb, görün bu xeyri yetirən kimdir? Hardan yetirəcək? Bu xeyri yetirən Heydər bəydir. Hardan yetirəcək? Var sən qadan alıb Heydər bəy, qəlyan doldurur mu? Təmbəkçi yoxdur, medalda dolduracaq. Torbada var, sən də ki qəlyan çək. Heydər bəy, hacı, bu qədər mal ki bura tökübsən, heç bundan qazancın varmı? Bilmirəm qadan alıb, varmı, yoxmu? Sən sözünü de. Heydər bəy qoçaqlığından xəbərin var. Bəli, deyirlər çox qoçaq insandır. Hamı bilir ki, Qarabağda Heydər bəyin adı çəkildikdə qış qorxusundan qanat salır. Ağrın alın, bu zamandasa, qoçaqlıdansa, cibin pulla dolu olması daha vacibdir. Qoçaqlıq da olmasa pul olmaz. Hacı sözümüzə qulaq as. İndi Firəngval görsən necə baxadır. Təbrizdə arşını bir Abbasdan alınan ki, burada 6 şanla satılır. Girvənkəsi 1 manat alınan çay, burada manat yarıma köydə gedir. Heç bilirsən bu səbəb nədir? Xeyr, bilmirəm. Səbəb odur ki, Qarabağlılar erməni yasavullarının, erməni yasavullarının, gömrükxana qaravullarının, Kazakların qorxusundan quş-quşluğu ilə Arazlı otayını keçə bilmir. Siz indi nə istəyirsiniz ki? Biz quşdan zirət olub Arazın otayını çəkək? Əlbəttə, Araz bizim aşığımız, gül topuğumuz. Heydər bəy bizim yanımızda olar, qaravul yasavulsan eləyər. Əşi, olan qaravul yasavulları qoy qırağa. Mənim onlardan qorxum yoxdur. Allahın lütfü ilə onlara rast gəlsəm, 20'sinin öhdəsindən gələrəm. Mənim əsas qorxum Kazaklardandır. Kazaklarda çox xəta var. Rusların qılıncı, tüfəngi məni bir qədər qorxuzmur ki, onların silistə apagətirici mənim canıma vəlvələ salır. 50 yıl bilir Kazaklığa aldadıb yerdən gedərik ki, izimizi tozumuzu görməzlər. Yaxşı qadan alın, indi mənim yanıma gəlməkdə qərəziniz nədir? Qərəzimiz odur ki, burada nə oturmuşsan, dur çoxlu pul götür, bizə ver, özündə saxla, bizim alışverişdən başımız çıxmır. Təbrizdə həm özvə, həm də bizə xirit elə. Bizə sağ-salamat malı nə gətirib çıxartar. 15 günə 100 qızda 50 qızıl qazanc olar. Yaxşı, sizə verdiyim pulun faydası necə olsun? Axır faydasının əvəzində biz səni yaxşılıq edirik, quldurlardan götürürük, xeyir yetirik. Dax artıq nə istəyirsən? Bizsiz ki, sən də gedə bilərsən və qaçaq mal gətirərsən. Ki, istəsəm günü bu gün də gedərəm. Təbrizə neçə yol gedib, 2 yol gedib gələrəm. Onlara quldurlara neçə dəfə rast gəlmişəm. Onların 20'sindən öhtəsindən gəlmişəm. Ay canım, 100 ay daha da olsan, bu yolu tək gedib gələ bilmərsən. İndi durun gedək. Gedək. Aycan. Hələ bu vaxt mənim qızlarımın artan zamanıdır. İndi hələ indicə Əskər bəy, Səfər bəy, Heydər bəy də gələcək. Bizə baxmaq qızını kəz başıma bəladır. Onu boşasam, işlərim çox yaxşı olar. İndi mən burada niyə oturmuşam? Durum gedib tüfəkləri, qızılları gətirim. İndi bəylər gələcək. Bu xəstə canımdan bütün günü məni təmizlənmə keçir. Xəstə oğlum, xəstəs evi yenə dağıdıb Allah'ın cəhənnəmə yiyir. Ay Allah, o qədər aşıq uşaqlığa kimi bu qədər pul yığıb bilmirəm nə edəcək. Xəstə canımdan heç dərman da almır, səsimi də sıxılır. Biraz dincəlim. Heç bu evin işi qutarır ki, mən dincələndə. Ay, açı, nə qayrırsan? Bir ara rəs baba, qabağına niyə gitsən? Səfərim
Necə deməlidir, quldurluğa getmirsən məndən gizləyərsən. Elə bir elə zatdır ki, Elə zətsə onda heç vəq edəbilməsən. Dur ayağa get dükanına malını sat. canlı Allah batırsın, satılır məcər, qoymazsan başını çarəsi bunu. Ay kişi, başına nə gəlibdir çarəsini görəsən, nə danışırsan? Dəxi nə gələcəkdir? Düz indiyəcək, 100 manat zərərim var. Boğazından çörək belə keçmir. Sənin görün boğazını elə tutdu ki, su da ütmüş, lan göyərmiş. Min kərə sənə demişəm ki, sən arvaqsan, ged arvaqdığına. Mənə öz nəsiyyət vermə, yaradları qoyacaq. Sən yəni bu yara qəsbə vursan qolayla adam qorxudursan. Mən heç bu arvadlığımda səndən qorxurum, torpaq sənin başını. Sənə lənətə gələsən arva, toxumun yer üstündən kəsilsin. Kim burada? Ay kişi, dəli olubsan, mən evimdən hara itiləcəyəm. De görüm hara gedirsən. Cəhənnəmə cora, əl çəkməzsən məndən, nə istəyirsən axı? Kaş cəhənnəmə görə indiyə kimi getmiş olardı. O günü görərəmmi, toy bayram edərəm. Fayda Əzralin yolu yoldusu ki, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanları qara torpaq altına yollar. Yer üzündə qalan murdarlardan biri də sənsən ki, tüyq lənət olub keçirsən mənim boğazıma. Mən bir kəsə güldən ağır söz demə olurum axı. Ondan ötürü murdarsan ki, öz malını nə özün yeyirsən, nə də həyalına məsrəf edirsən. Sən ölsən, heç olmasa arvad uşağın doyunca çörək yeyər. Arvaqçaq zəhrimar yesin. Sənin evində heç zəhrimar da tapılmaz. Olsaydı onu da qıyıb bizə verməzdi. Arva, çəkil get, adamlar gəlir. Kül sənin kişi başına. Evdə çörək tapılmır, arvad uşağı yesin, bəylərə qulluq edir. Salam aleyküm. Adı belə siz qazanacaksın, buyurun əyləşin. Hoş gəlmişsiniz. Hadi hazırsanmı? Bəli qazanalım, hazıram. Bunlar da budur, ayrılmışam. Amma gözlüyün biraz, pul beçənsi göndərmişəm, atları gətirsin. Neçə götürsən hacı? 3 at ağrını alır, birini özüm minəcəm, birini pul beçəniz minəcək, birini də nökərə verərək gətirər. Siz neçə at götürürsünüz ağrını alır? Sənimiz 2 at götürük. Biri minik üçün, biri 2 üçün. Bu yeri qəsbə sənin birazı. Bəli, mənimdir. Çox yaxşıdır, bəs geyin. Vallahi hacı, sən tanımayan adam olsaydı, görən bağrı yarılardı. Vallahi mənim bacıya heç gümanım yox idi. Adam iş vaxtında tanınar Səfər bəy. Siz mənə qorxaq hesab edirsiniz. Ancaq mən sübut edəcəyəm ki, mən qorxaq deyiləm. Acı, mal tutanlar bilsən necə hiləgər olurlar. Qaravul yasavul libasında adamı yaxınlaşdırar, heç əl açmağa da imkan verirlər. Bütün mallarını soyub aparırlar. Bunlar tamam qorxaqlıq və ehtiyatsızlıq üzündən baş verir Səfər bəy. Doğru deyirsən, acı, insan yerə qorxaq olmayan. Bu baş batmış kələmələr da qaldı. Baxma oğlu axır işdən olacaq. Ağa, atlar hazırdır. Hara gedəcəksiniz? Təbrizə. Təbrizə məni də istəyirsiniz aparasını? Bəli. Nədən ötürü gedirsiniz ağa? Sən nə vecmə axı? Bəs sən axmaq sola verdin. Necə nəyinə vecmə? Axı deyirsin səni də aparacaq. Bəs bilməyim mən nəyə gələyəm? Mən gedəcəm, xirdən alıb atı yükləyəcəm, sən də seçib səni gətirəcəksən. Ayağa, hava başburt alıb Təbrizə gedəsən? Başburt lazım deyil, bəs sən axmaq sola verdin. Onda elə olsa mən getmərəm. Bir yol buradan Səlyanan bilet çıxıb getmişdi. Buram o qədər döydürdü ki, hələ dalğısı yadımdan çıxmayır. Qorxma, bura heç vaxt bizim getdiyimizi bilmə. Doğrusu mən də bərdən yaxınlaşıb. Çıxıb özgərin nökərdə duracam. Bir də qarnı doyur. Mən gedən də deyim. Sən bu səfər get, yolda qarnının doyunca biz sənə çörək veririk. Hərimiz bir çift bağışlarıq. Hacı da bağışlarmış. Əgər özünü yaxşı aparsan, sənə verdiyim çitləri çox baha qiymətə sataram. Olsun. Hadi durun gedək. Gedək. Vay, ay Allah, bu nə işi idi elədilər. Kişidiyi toğları aparıb avarı saldılar. Başına bir iş gəlsə, uşaqcığazlarım yetim qalacaq. Vay, vay, Allah evinizi yıxsın. İndi mən nə edəcəm? Başına bir iş gəlsə, el içində bir ağır olacaq. Sən iki qovan kimi qovacaq. Sən mənim oğlumamı istəyirdin, əbləhimlərdən. Ağa, qurban olum. Axı mən dəxi öldüm. Ölsəm balalarıma kim baxacaq? Axı mən yazdığın günahı nə edik sənin kimi zalımın əlinə düşdüm. Mənim nə vecməm? Götür gedək. Ağa, qoy biraz dincəlim də. Bir də görəsən bu yolun ortasına yıxılıb öldüm. Bizi bir görən olsa məni it kimi döyəcək. Səninlə var, bir tərəf canımı qurtaracaqsın. Sən rəsən, əgər mənim malları baxsam, sənin meydinə kim çıxacaq? Evə çatan kimi sənin nökərindən çalır. Belə işlər mənim işim deyil. Ağa, bir ona var. Sən kimsən? Qurban olun mən öldürmə, yoxsa balalarım yetim qalar. Yazdığın gəlsin. Sənə məli, tez. Sənə deyirəm, sən kimsən? Düz deməsən öldürəcəm. Qurban olun mən öldürmə. Ağa, arxaya qaçırım yoxsa
Allah'a şükür. Yuxu durumu görəsən, mən səninlə yan-yana oturmuşam. 2 il çöllərdə dərdimdən dəli oldum. Axır ki, arzuma yetişdi. Mən bu nemətin şükrünü yerinə yetirə bilmərəm. Heydər bəy, sənə Allaha and verirəm ki, bundan sonra daha dəxi gəzməyə getməyəsən. Vallah dəxi ayrılığa tabım yoxdur. Allah eləməmiş sənin başına bir iş gələ. Ya tutularsan, ya qaçaq düşərsən. Mən bu dünyada sağ qala bilmərəm. Bir gün belə səni görməsəm, ölərəm. Xatirəcəm ol. Hərgiz oğurluğa, quldurluğa getməyəcəyəm ki. Naçanikdə mənə dili ilə tapşırıb. Amma bir qazanc yolu tapmamışım. İnşallah sən də mənə kömək olarsan. Artıq bu iş deyildir ki. De görüm necə işdir? Özün bilmirsən, 25 gün bundan öncə səndən izin istəmişdim. Onda mənə izin vermirdin. Amma mən qaçaq malçılığa getdim. Və qayıdıb malı bir gün ərzində qara bazarda satdım. Yoldaşlarım da sağ olsunlar. Bu səfər payım pullarını verdilər mənə. Və mən 10 gün ərzində toy edib səni gətirdim. Sənin sözümə qulaq asıb getməsəydim, ya atan evində oturmuşdum, ya da səni götürüb qaçmışdım. Bəs deyirlər qadağandır, gəlib gedənləri tənbih edirlər. Əlbəttə, acizlər həmişə tənbih edirlər. Amma kim mənə yavuk gələ bilər? Bəs sənin qabağına çıxan olmadı? Ay canım, niyə olmadı? Onu birdən çıxdı. Qorxutdum, qaçdı. Ay aman, Heydər bəy, bu işdə xatalı işə bənzəyir. Doğrusu mən heç buna da razı deyiləm. Hacı Qaraya sifariş edəcəm, daha sizə pul verməsin. Başınızı tovlayıb aparmasın. Ay canım, nə var ki əyləsin? A başına dönüm, a qazanalım. Bəs səni nə elə saxlayım? Bəs nə işdən yapışım? Anama sifariş edəcəm, atama desin. Onları razı gətirər. Mən atam evindən gətirdiyim cehizi ilə bir il yaxşı dolanır. Sonra özünə bir iş tapmasan, özün bil. Yaxşı, qoy bir-iki dəfə gedim, sonra deyərsən getmərəm. Heç bir dəfə də qoymaram, yarım dəfə də qoymaram. Qoy yoldaşların gözləsinlər. Axır şərtimiz belə idi. Getməsən pullarını istərlər, gözləməzlər. Nə fayda, mən dincələ bilmirəm. Ürəyim yarpaq kimi əsir. Elə fikirləşirəm ki, yenə səni əlimdən alacaqlar. Boş-boş xəyal eləmə, bu heç vaxt ola bilməz. Ay aman, o başınıza dönüb. Mənim ərimin başına nə iş gəldi? Siz hamınız gəldiniz, onun nə özü var, nə nökəri. Arvad, hələ bu vaxtı dək gəlib çıxmayıbdır. Xeyr, axır bu nə işi elədiniz? Şücüyü tovlayıb aparıb alara saldınız. Yoxsa ölümə verdiniz. Arvad, qorxma, yəqin hansısa kəndlərin mində əylənər. Gəlib çıxar fikir eləmə. Kəndlərdə əylənməzdi. İndiyədək başı əlində olsaydı gələrdi. Mənim ərimi siz diripsiniz. Ərin şək deyildir, nabəlik deyildir. Biz onu tovlayıb aparmamışıq ki. Biz ona təklif elədik, o da öz xeyrini yoxladı. Qoşuldu bizə, getdik. İndi dəx neynəyəm gəlib çıxmayıbdır. Çıx get, başımı ağrıtma. Sən elə sən bu saat gedirəm, Naçanikova şikayət etməyə. Mənim ərimi siz diripsiniz. Naçalik buyurdu ki, heç kəs yerindən tərpənməsin. Mural, Naçanikin qərzi nədir, buyursun. Burada təqsirli yoxdur ki, ondan qaçaq. Təqsirli var ya yoxdur. Ancaq Naçalik Heydər bəyi görmək istəmiş. Heydər bəy mənəm. Hər nə qulluğunuz varsa, qulluğunuzda hazıram. Buyurun. Heydər bəy, mən mənim dərslərimi eşitməyim. Yəni yaman şey başıldım. İndi gələ mənimlə qalağa gedəsən. Naçanik, sən mənə buyurmuşdun ki, oğurluğa, quldurluğa getmə. Əgər mən sənin sözündən çıxmışamsa, yerim Sibirdir. Bəli, sıxsam. 10 ki bundan irəli arazdan biraz çıxarır. Əhli sevmənləri sonra peşlərini alıbsınız. İş aşağı olubdur. Yaxşı budur ki, boynuna götür. Yoldaşlarına nişan ver. Naçanik buyursun ki, bu iş aşağı olubdur. Amma mən bir adam soymamışam, bir adam öldürməmişəm. Kimsə mənim qarşıma tıxıb bu sözü mənə desə, valla qanımı sənə halal etməyə hazıram. Yaxşı Murad, get o hanı bura sal. Başla. Oha yüzbaşı, bu idi Mısır askərə. Naçanik, hər bilən mujik sözünə etibar edib, məni bədbəxt eləməyin. Başına dönəm, mən hər cür mujik deyiləm. Mən 20 il vilayət bölgələrinə xidmət etmişəm. 20 illik zahmətli kağızım var. Keçən mənə gümüş medal da vermişlər. Alın kağızları oxuyun. Hələ mənə sənin qulluqlarını bilmək vaxt yoxdur. Gördüyün işi söylə. Başına dönəm, mənim bəlli üçün şəhadətnaməmin dəxi var. Alın oxuyun. Olan, sözünü de. Nəzavətini ispat etmək, o sonraya qalsın. Naçanik, bu şəhadətnamələrin %1-i pula dəyməz. Zatımda şübhə olanlar özləri üçün şəhadətnamə qoyarlar. Bu sözləri Naçanik üzründə demə, başqa bir yerdə desəydin. Sənə bu tüfəylə cavab verərdim. Başına dönüm, mən axırıncı nüfus dəftərində bəy yazmışım. Bu istəyir ki, mənim bəyliyim batırsın. Bu saata buyuram, sənə 50 çubuk vurarlar. Bəyliyini lafındasan. Əgər sualıma cavab verməsən,
səndən mən soruşuram ki, bu idi mi sən askərə? Bəli, bu idi. 20 yaraqlı əsrarlı atlı idilər. Biz isə 10 nəfərik. Əgər biz onlardan çox olsaydı, sizin dövlətiniz də onları tutardı. Elə ki bizdən ayrılır, əyrisi erməniləri də soydular. Naçannik, belə deyil. Danışdığı sözlər böhtandır. Tatar tayfası tamam yalancı ola. Sən də o cümlədənsən. Sözünüzə etibar eləmək müşküldür. Birisi də yaraqlı əsbablı, 2 tuğlu ermənini əyləyib soyunmuş. İndi aşağıda yalan deyir ki, köy ermənilər onu soymaq istirmişlər. Naçannik, mən Qarabağın yaxşı yaman adamlarını tanıyıram. Onu görsəm ki, o kişi kimdir? Sənin başına and olsun ki, həqiqəti arz edərəm. Murat, gəl o tutulan kişini qıl əti. Baş üstə. De görüm bu kimin, ne cavan? Naçannik, mən bunu da tanıyıram. Sənin başına and olsun ki, ermənidir, xalis ermənidir. Heydər bəy, odur ki, sana sözünə etibar etmirəm. Axır özün bir fikir eylə. Dost ermənilər adam uyandırmır. Amma bu kişi deyir ki, cevablar onu soymaq istirmişlər. Belə deyil, bu kişi də yalan deyir. Bəs siz olmaz gərək. Məlum ki, hamınız yalan danışırsınız. Hamınız səmiyyə olasınız. Mən gələk sənə aparam. İxtiyar sənindir. Aki, sən bu axır bu ermənilərə nə səbəb əyləmişdin? Başına durun Natanir. Mən özüm kasıb-karımla donulan insanam. Mən belə işlər işim deyil. Padişaha çox qulluqlar etmişəm. Padişaha sən nə qulluqlar etmişsən, Aki? Padişah gömrüyündə ildə 50 tümən xeyir verirəm. Bəli, çox böyük qulluqlar edibsənmiş. Əhləm, böyük mərhəmətə layiqmişsən. Bu qulluqlara görə gələk mənə qızıl medal verilərdi. Nəinki? Bəli, sənin kimi qulluq edənlər çoxdur. Verdiyiniz pulları gəl qızıl medal qayıdaq. Yenə özünüzə dağdan. Səfəngiyat danışma, de görüm ermənilər niyə eləmişdir? Başına durun, onlar mənə eləmişdilər. İndi ki belədir, deməli təhsilinizi boyuna almışsınız. Murat, ged o tutulan kişini qıl elədir. Başda. Vay! Bu ne değişti? Bu kişinin arasından geçti. Buna özün görər. Sola xanım, su gətir. Mənim bu iş var, bir buna görə yoxdur. Aki, sən necə özündən getdin? Mən heç... Aki da, doğrusunu de. Sağ bıraxaram. Bu kişi səni görənin özündən getdi. Bilmirəm, başıma dönüb. Sən kimlə varsan, qaçaqmağa getmişdin. Mən heç kimlə heç vaxt qaçaqmağa getməmişəm. Nə danışırsan? Sən üçün üstünə tutublar. Necə dana bilərsən? Mənim o yükdən xəbərim yoxdur. Bəs o mal kimindir? Bilmirəm. Bəs sağ üstünə değildin? Bəs o kağıtın üstünə kim qoyubdu? Cin qoyub, şeytan qoyub. Mənim ondan xəbərim yoxdur. Əzizim, biz şeytan səndən yaşlanırıq. Ondan çox baş verər. Amma qaçaqmaq alış-verişi eləməz. Doğrusunu de, yoxsa dərini soylar. Naçannik, bir ərzim var. De görüm. Qulluğunuzda çox-çox müqəssirəm. Amma təqsirimi boynuma götürürəm. Mən bu kişini də tanımam, bu nökəri də. Bu nökər bu kişinindir. Sen bu kişi çox xəsis olduğundan nökərin görüb özündən getdi. Mətləb məlum oldu. Bəs yoldaşların kimidir? Əskər bəy, Səfər bəy. Onların sahibkəti. Başda. Bəs niyə utanmadın? Dedim, Ohan yalandan ki. Naçanik, Ohan həqiqəti yalan danışırdı. O deyirdi ki, biz 20 nəfərik. Sənin başına and olsun ki, biz 6 nəfər idik. Heydər bəy, yoldaşların bulardı mı? Bəli, bulardır. Heydər bəy, əgər seyir quldurluq səhətindən sənin təqsirin yoxdur. Amma üçün pasportsuz sərhəddən otağa keçib qaçalmağa gətirib. Murad göndərən adamların üstünə şübhəyə qatılıb çəkibsiniz. Zakona görə mən bu saatda siz Ruska gedib qalaya aparım. İxtiyar sənindir. Qurbanın olum Naçanik, məni öldür onu aparma. Məni sahibsiz qoyma. Heydər bəy, bu kimdir? Naçanik, bu mənim arvadımdır. Dünən toy edib gətirmişəm. Bu bədbəxtçilmə bahis budur. Ne deməcəm? Naçanik, biz bir-birimizi sevirdik. 2 il qovuşmaq həsrətindəydik. Pul tapırdım ki, toy edim. Axır qərara gəldim ki, qaçaq malçılığa getdim. Kaş eləydim bu günü görməyəydim. Vallahi yazığım gəl bu biçarələri bir-birindən ayırmağa. Görəsən mən bu işi yuxarı bildirən edək, bunların zamına vermək olar mı? Olar. Bax, sənin gözəlliyinə və göz yaşına Heydər bəy səndən ayırmadım. Ondan müğayət ol, bir də pislik tutmasın. Mənim başım üstə Naçanik. Mən sizə söz verirəm ki, daha onu yaman işlərə qoymayacağam. Səndən çox razıyam. Sənin zamınlığın hər kəsin zamınlığından etibarıdır. Ay aman, Bax,
Başıma dönüm Naçanik, mənim əlimi mənə ver. Buyur tükər, sən burada nə edirsən? Kişi, sən qasaqmağa getməzsən ki. Tövbə olsun Naçanik, tövbə tövbə. Gecə gündüz sənə dua edəcəyim ki, məni bu əməldən qaytardın. Naçanik, bəs mənim malım necə olsun? O barədə səbr elə. Valla malım yetişməsə ölürəm. Muro, bura gəl. Özüm Muro, Azqaranın və nökərin və toğların bura keçsinlər. Necə ki oğurluq, evdə də qasaqmağa getmək dövlət tərəfindən qadağandır. Allahın əmrindən çıxan, Paşanın əmrindən çıxan kimdir? Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər. Paşanın əmrindən çıxan isə bu dünyada. Allahın əmrini bitirənə behiş var. Paşanın əmrini bitirənə isə mərhəmət və şəfəqət. Həman xəyalları başınızdan çıxardasınız. Naçanik, bir ərzim var. Sənin qarabul hesabları mənə tutanda cibimdən düz yarım appasını alıblar. Buyurun versinlər. Buyur bu saatda bunun pulunu versinlər. Qaravulların gəlib belə əməlləri tərk olar. Sağ ol ağa. Nə qədər mənim bədənimdə canım var, sənə bu şəfqətini unutmayacağam.